Onlara sənə dəyərli izləyicilər, bax, indi mən çox adamlara xahiş edir ki, hazırlama qaydasını göstər, çox göstərmişəm. Bir neçə yumuşaq, belə yuyulur lafıq. Sonra, bax, götürülür. Bax, belə çəkildi. Bilirsiniz nə qədər hazırlanır. Bax, belə çəkildi. Bax, indi bunu sıxıram. Bax, belə bir formada. Sıxıldı. Hazırdır. Demə. Bax, götürülür, bax, bundan. Səhər, günorta, axşam. Bir xörək qaşığı yeməkdən əvvəl içirsiniz, bax. Əgər kim içənmirsə, yarım stəkandan da az suya bir 50 qram. Bax, bu qədər suya qatıb 50 qram içirsiniz. Belə də qatıb içə bilərsiniz, bax, belə. Bu formada. Mən çox içirəm, ziyan deyil. Sonra, bu qurudulmuş kökləridir. Yığılıb, təmizlənib qurudulmuş kökləridir. Kökündən götürürsünüz. 3 xörək qaşığı. Axşam saat 8-də tökürsünüz. Termoza üstünə də 3 stəkan yarım su tökürsünüz. Qaynaya-qaynaya, parak-parak su töküb, qoyursunuz, səhərə kimi dəm alır. Səhər yeməkdən sonra 1 stəkan içirsiniz. Yeməkdən yarım saat sonra. Soxu yeməkdən 20 dəqiqə əvvəl, kökü yeməkdən yarım saat sonra. Burada başa düşməli heç nə yoxdur. Yenə deyirəm, bunu termozda dəmləmək lap yaxşıdır. Çaynikdə də dəmləyə bilərsiniz. Yəni 2 xörək qaşığı, 3 xörək qaşığı tökürsünüz, dəmləyirsiniz. Çaynikdə də, amma çox qaynatmaq olmaz. 20 dəqiqə qaynadın. Sağ olun, var olun. Allah canınızı sağ eləsin. Bir dənə də ikinci məhsullar göstərin. Burada sirkələrimiz də var. Belə gözəl məhsullardır. Bax, hamısı təbii. Hamısı, baxın, bax, balla hazırlayıram. Bütün mən sirkələr yenə deyirəm. Hamısı balla hazırlanır. Hamısının içində sirkə mayaları gəlir. Bütün, hamısı, bax, balla. Bilirsinizmi? Niyə balla? Çörək pişəndə nə doroş tökürsünüz xəmirə görə. Çörək şişsin deyil. Burada instruksiya, nə bal tökməsən, nə pesos. Mənim arılarım var, mən bal tökürəm. Bunlar da yemişan sirkələrdir. İt burnu sirkələrdir, yəni hamısından var. Yemişan da, it burnu da, yemişan ürək üçündür, it burnu böyrək üçündür. Bu gözəl məhsullardan alın, istifadə edin. Allah canınızı sağ eləsin. Bakıda çatdırma var. Xahiş edirəm, direklərdən mənə yazmayın, onsuz da oxuyamıram. Orada nömrə var, səhifədə deyəmirik. Nömrədə səhifə görükür, səhifədə nömrə görükür. Sağ olun, var olun, Allah canınızı sağ eləsin. Bir də nəyə köməkli? Onu deyim, köməkli demək, belə istifadə qaydası bunun. Daxili orqanlarda olan bütün kistaları əridir. Mən xahiş edirəm, bundan çox adamlar alıbdır, mənə direklərdə yazırsınız, təşəkkürlüysünüz. Telefonla statusla yazırsınız, təşəkkürlüysünüz. Amma yazın da direktdə də bir çox cəmaat insan da alır. Bilsin ki, bu həqiqi bunun faydaları var. Gündə mən nə qədər təşəkkürlər gəlir buna görə. Bu əridir, daxili orqan olan kistaları, yoğun bağırsaqda, qaraciyərdə, öddə, börəkdə, qadınlarda süt vəsində olan bütün belə kistalardan azad ola bilirsiniz. Düyünlər də əridir, zob üçün də çox yaxşı köməkli. Şəkər salır, təzyiq salır. Mədə, bağırsaq sistemlərinə çox gözəl kömək eləyir. Allah üçün canını sağ eləsin, belə gözəl məhsullardan alın, istifadə edin. Belə bir dənə məhsuldur. Sağ olun. Bir də qalır belə flakonlarda da 100 qramlıq. Yığılıb mütləq qalmalıdır xaladenliyin marazikasında. Bu çox saxlama olmaz, 3 gün, 4 gün artıq olmaz. Belə 100 qram qablardan mütləq marazika qoyulur, bir dənə sərin yerə qoyulur, töküb bundan içirsiniz. Bu qədər. Allah canını sağ eləsin. Təşəkkür edirəm.